Bu gün danışdığımız mövzu məhsul inspeksiyasıdır. Məhsul inspeksiyası nədir? Məhsul sifariş ediləndən sonra gəlir çıxır bizim ambara və bir-bir onlar yoxlanılır. Olduqca önəmli bir faktdır. Təsəvvür eləyin, sifariş etdiniz, Haipong, Baitong və s. adlı bir adamdır. Göndərdi malınızı, bərbad çıxdı. Bunu geri göndərmə mümkündür. Nadir halda kompensasiya ala bilirsiniz. Ona görə də inspeksiyaya müraciət edin, məhsulu ədədlə yoxlayırıq. Eyni zamanda sizə video çəkilişlər edirik və göstəririk ki, sizin məhsul hansı formadadır, sizin məhsul necə qablaşdırılıb, hansısa bir zədələnən, xarab bir detal varsa qaytarılır və yerinə təzəsi götürülür. Okay. Hal-hazırda Şəncan şəhərindəki anbarımızdayıq və inspeksiyanı necə etdiyimizi sizə göstərmək istəyərdim. Gördüyünüz kimi, yaxınlaş zəhmət olmasa, gördüyünüz kimi bir korobka seçilir və ədəd yazılıb burada və bu bir-bir hesablanır və müştəriyə məlumat verilir. Əgər məhsul test olmalısa, mütləq şəkildə o test olunur. Fərqi yoxdur, oyuncaqdan tutmuş qablaşığa qədər hər biri yoxlanılır və ondan sonra ölkəmizə və ya başqa ölkələrə yola salınır. Okay.